Deməli, bu Səfa və Mərva Allahın işarələrindəndir. Fəmən həccəl beytə və kim ki evi həcc etdi, hansı evi? Burada ancaq ev yazılır və başqa heç bir şey yazılmayıb burada. Ev çoxdur da belə baxanda. Harada, nədir bu? Ev çoxdur. Piyonərlər evi var, qocalar evi var, uşaqlar evi var. Bizim vaxtımızda vardı piyonərlər evi. Ağ ev var, hökumət evi var burada. Yəni ev deyəndə mənim də evim var, sənin də evin var. Ev deyəndə mən niyə görə bunu çox belə xırdalayıram? Yəni görək nə evdən gedir? Axı biz bu evin sualının cavabını tapmalıyıq. Bu ev hardadır, onu da tapmalıyıq. Və bu ev çoxdur axı. Hansı evdir bu? Kim deyir evi həcc etsə, əvəqtəmərə və ümrəni yerinə yetirsə, əvəqtəmərə ümrə kiçik həcc deməkdir. Əgər elə deyirsə, gənə qoy Ələskər özü başa salsın ki, həcc nə deməkdir və ümrə nə deməkdir, bunu özündən yox, hər hansı bir lüğətlə. Ərəblərin tərtib olunmuş, başqa dillər üçün tərtib olunmuş lüğətləri ilə desin ki, bax, bu lüğətdə bu cür izah olunur. Fələ cünəhə aleyhi ən yaddavvəfə bihimə və o adama həmin o Mərva və Səfani təvaf eləmək bihimə, onların ikisini. Neyin ikisini? Söhbət Səfa və Mərvadan getdi ki, Allahın nişanələrindəndir. Həmin o nişanələri təvaf eləməkdə, həcc edərkən, evi həcc edərkən, o nişanələri təvaf eləmək. Təvaf da bilirik ki, nədir də? Ətrafına dolanırlar. Yəni biz, burada da gənə biz ərəb sözlərini olduğu kimi işlədirik. Bizim dilimizə bu cür keçir. Misal üçün, təmir sözü ərəb dilindədir də. Təmir sözünü Azərbaycanca deyə bilərsən. Yox, evi təmir edirik, amma biz ərəb deyirik ki, amma ərəb dilindən bu bizim dilimizə keçib bu söz və bu cür də bilirik bizim mənasını bunu, bu cür də işlədirik. İndi təvaf sözünün də mənası, başa düşürük biz mənasını, həcc indi başa düşürük ki, nə deməkdir, bunu Ələskər də bilir. İndi yaxşı, bu evi təvaf eləmək, Səfa və Mərvani evi həcc edərkən, Səfa və Mərvani təvaf etməkdə günah yoxdur o adama. Yəni, evi həcc edən adama Səfa və Mərvani təvaf eləməkdə günah yoxdur. Yəni, zəhmət onsuz Səfa və Mərvani harada olduğunu. İndi o ev haradadır? Və misal üçün, mən bir dənə bir taksi saxlayıram, maşın saxlayıram. Deyirəm ki, apar məni 5 mərtəbəyə. 5 mərtəbə harada tanıyırıq biz Bakını? Şəhərdə haradadır? Füzuli meydanı var. Onun bu sənədlərdə 5 mərtəbə adı gelmir, izahı gedə bilər. Tarixi sənədlər olsun, filanlar olsun. 5 mərtəbə, onun adı Füzuli meydanıdır. Ora Füzuli meydanıdır. Amma biz hər kimə desək ki, apardı ilə 5 mərtəbəyə, bizi Füzuli meydanına aparacaq. Oradadır. Yaxud söhbət ki, hər hansı bir şeydən gedir, Efiya qülləsi. Osa, Fransa. Fransadır da bu Efiya qülləsi ayrı bir yerdə dönür. Ayrı bir yerdə ola bilməz. İndi Səfa Mərva haradadır ki, evi həcc eləyəndə onları təvaf eləmək mümkündür. Və günah eləməli yox təvaf edəndə. Bu sualın cavabı lazımdır mənə onlardan. Bu sualın cavabı var. Mən bunu konkret cavab verə bilərəm. Siz gedib bunu yoxlaya bilərsiniz. Mən də həqiqət onu sayıram ki, deyilən sözü sübut eləmək olsun. Ələskər deyir, Allahın elçisiyəm və bir-iki dənə də ayə deyir ki, buna görə elçilər lazımdır. Lap yaxşı, əlbi yoxdur. Bəs sən yalancı yox, doğrusu elçi olduğu neylə sübut edəcəksən? İndi mən də desəm ki, o ev Ərəbistandadır, mən bunu sübut eləməliyəm sizə. Bunun üçün də bir sənəd lazımdır da. İndi siz istər dünyanın hər yerində Ərəbistanın xəritəsi var. Sonra o xəritələrdə o ki, şəhərlər göstərir. Onların planları var. Şəhərin planı olur həmişə.
O planla göstərilir ki, hansı küçə hardadır, hansı bina hardadır. İndi bunu ilə istədiyiniz o planla, xəritə ilə, o Savdiyyə Ərəbistanının xəritəsi ilə, ondan sonra Məkkə şəhərinin planı ilə Səfa Mərvanı tapmaq mümkündür. Məkkə şəhərindədir o. Deməli, o ev də hardadır? Məkkədədir və oradan gedib o həcci və ümrəni yerinə yetirmək lazımdır. Yəni, bunun belə yeri qaranlıq qalmır. Qaranlıq qalmır. İndi Ələsgər deyir ki, onu da demişdi də, eləmişdilər də özlər ki, Nizaməddin məscidi, Əmircanda Nizaməddin məscidi, çox gözəl. Əgər bu Ərəbistandadırsa, mənim oraya getmək imkanım yoxdur. Nə fiziki, nə maddi imkanım yoxdur. Amma Nizaməddin məscidi burada yaxındadır. Əgər Allah Taala mənə deyib ki, evi həcc eləməlisən və burada eləmək lazımdır onu həcc, onda mən mütləq gedib eləməliyəm. Səfa Mərvəsi? Bəs bunun Səfa Mərvəsidir ki, o Allahın nişanələri olan, işarələri olan Səfa Mərva hanı burada? Bunu mənə üçün izah eləsin. Onda mən deyərəm ki, mənə nəsə izah elədi. Daş burada tərcümədə, özü də o tərcümədən... Ha, bir oxu tərcümədən. Həqiqətən Səfa və Mərvə şüarlarındandır Allahın. Yəni, şüar nədir? Şüar bizim dildə, bu da ərəb sözüdür. Şüar çağırış deməkdir. Yaşasın, belə, Sovet İttifaqı Kommunist Partiyası. Və bu kommunistlərin şüarı idi. Yəni, Səfa Mərvəni özü də qeyd edir bu tərcümədə. Səfa Mərvə var, şüarlarındandır. Əyb yoxdur. Şəairi şüarlarından çevirir, qoy olsun. Sonra görək ki, Vasif Məmmədəliyev necə edir. Bu, oxuyun. Həqiqətən Səfa və Mərvə şüarlarındandır Allahın. Kim həcc evi ya imarəti yoxdur günah üzərində onun ki... Yaxşı, bir dəqiqə, mən burada sualım çıxaq. Burada deyir, kim həcc evi və imarəti nə olsa, ya onun neynəsə axı yarımçıldır burada cümlə. Kim həcc evi və ya imarəti yoxdur günah üzərində. Necə, kim həcc evi və imarəti yoxdur günah üzərində onun ki, təvaf etməsində ikisi ilə. İkisi ilə təvaf etməsində. Burada biraz yox, bu sənin üçün bir şey aydın oldu Azərbaycanca. Burada cümlə quruluşu düz gəlmir. Yaxşı, mən buradan oxudum, tərcümə elədim. Aydın oldu sənin üçün. İndi mən qalım bir yana, mən heç də götürərsən Vasif Məmmədəliyevin, o da bir alimdir, gözəl alimdir, ondan eləyərsən. Yox, qoy onu ilə qutaraq. Yəni ki, o da göstərir ki, təvaf etsə, nə yazır orada? Təvaf etməsində ikisi ilə. Aha, isə təvaf etməsində, deməli, Allahın o dediyi kimi Səfa Mərvanı təvaf etməsində ikisi ilə, yaxşı, Səfa Mərvanı necə ikisi ilə? İki nəfərlə bir yerdə onu təvaf etməsində günah yoxdur. Yazır ki... Fikir var, mən tamam. Mən fikir qaranlıq qaldı. Yəni, orada deyir ki, bir də zəhmət olmuşsa. Kim həcc evi ya imarəti, kim həcc evi ya imarəti yoxdur günah üzərində onun ki, təvaf etməsində ikisi ilə. İkisi ilə, o ikisi ilə kimdir? İkisi ilə oranı, Səfa Mərvanı təvaf etməkdə günah yox. Üçü ilə təvaf edəsək günah olar. Onun ikisini təvaf etməkdə günah yoxdur. Hər kim evi həcc etsə, yəni burada evi həcc etsə, onlar üçün günah yoxdur ki, bu Səfa ilə Mərvanı təvaf etsin. Bax, bu belədir. İndi götür zəhmət olmasa Vasif Məmmədəliyevdən oxuyun. İndi görək, onun yazdığından nə başa düşərik.